Hörmətli xanım sədr, hörmətli deputatlar, ilk növbədə təqdim olunan Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcəsinə və İşsizdən Sığorta Fondunun büdcəsinin qəbul olunmasına verdiyiniz dəstəyə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Hamımız bilirik ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasətinin mərkəzində insan amili durur və 2018-ci ildən başlayaraq Azərbaycan həqiqətən də sosial müdafiə, məşğulluq, əmək münasibətləri sahəsində çox böyük yol keçmişdir. Və biz bu yola nəzər saldıqda, əlbəttə ki, burada ən böyük, ən həcmli görülmüş iş təbii ki, sosial sahədə həyata keçirilmiş 5 sosial islahat zərfini biz qeyd etməliyik. Ötən müddət ərzində 4 milyon vətəndaşımızı əhatə edən və dövlət büdcəsindən əlavə 7,6 milyard manat vəsait tələb edən bir sosial islahatların biz həyata keçirilməsini təmin etmiş. Əlbəttə ki, bu islahatlar xeyli dərəcədə əhalinin sosial müdafiəsinin təmin olunmasına, gəlirlərinin artırılmasına və ümumilikdə sosial rifahın yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmişdir. Eyni zamanda mütləq qaydada qeyd etmək lazımdır ki, bu islahatlara biz yalnız sosial sahədə xərc kimi baxmırıq. Eyni zamanda bu islahatlar həm də iqtisadiyyatda bir driver rolunu da oynayır. Belə ki, əhalinin gəlirləri artdıqca iqtisadi sahədə də canlanmanı biz müşahidə eləyirik. Məlum olduğu kimi, bu islahatların davamı olaraq ölkə başçısının rəhbərliyi ilə 2025-ci ilin əvvəlindən başlayaraq sosial sahədə 5-ci sosial islahat zərfi icrasına başlanmışdır. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksasiyasında nəzərə alınmaqla, yəni biz hər il ölkədə pensiyaların indeksləşdirilməsini həyata keçiririk. Bu da nəzərə alınmaqla 1,4 milyard manat, yəni 1,4 milyard manatlıq biz yalnız 2025-ci ildə sosial islahat zərfini həyata keçirmiş. Bu çərçivədə minimum əmək haqqı 16% artırılıb, minimum pensiya 14% artırılıb, 2025-ci ildə pensiyaların indeksasiyası 8,1% təşkil etmişdir. Pensiya kapitalının indeksasiyasını biz 2,2% çərçivəsində həyata keçirmişdik. Sosial müavinət və təqaüd ödənişləri orta hesabla 12%-ə yaxın artmışdır. Tələbə təqaüdləri 10% artırılmışdır. Ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı 5,6% artırılmışdır. Eyni zamanda ilin əvvəlindən bildiyiniz kimi hərbi qulluqçuların da deməli əmək haqqları, yəni təminat xərcliyi də 10%-ə yaxın, hərbi qulluqçuların da əmək haqqları 10%-ə yaxın artırılmışdır. Həyata keçirdiyimiz bu islahatlara nəticə olaraq baxdıqda biz görürük ki, ölkədə 2018-25-ci illər ərzində minimum pensiyada 2,9 dəfə artım var. Yəni 110 manatdan 320 manata qədər biz bu artımı təmin etmişik. Hazırda minimum pensiyanın minimum əmək haqqıya nisbəti 80% təşkil edilir. Orta aylıq pensiyalardan artımı 2,6 dəfə təşkil edir. Yəni biz ümumi bu pensiyanın 3 qrupu üzrə, yəni yaşa görə, əlilliyə görə və ailə başçı itirməyə görə 208 manatdan 540 manata bunun çatdırılmasına nail ola bilmiş. Yaşa görə orta aylıq pensiyada 2,5 dəfə artımı biz müşahidə edirik. Yəni 234 manatdan 575 manata biz bu məbləğləri artırmışıq. Orta aylıq pensiyanın orta aylıq əmək haqqıya deməli, nisbəti hazırda 50% təşkil edir. Sosial müavinət və təqaüd ödənişlərində biz 5 dəfə artıma nail olmuşuq. Yəni biz 400 milyon manatdan artıq 2026-cı ildə 2 milyard manatın üzərində bir xərcə gəlib deməli çıxmışıq. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımının orta məbləğində də 2,4 dəfə artım olmuşdur. Bilirsiniz ki, bu proqramla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xeyli işlər görülmüşdür. Proqramın həm əlçatanlığı, həm inzibatçılığı, həm də proqram çərçivəsində az təminatlı ailələrə ödənilən vəsaitin adekvatlığı ilə bağlı xeyli
tədbirlər həyata keçirilmişdir. Yaşayış minimumu 65%-ə çatdırılmışdır. Artıq bir neçə ildir ki, Azərbaycanda ehtiyac meyarı ilə yaşayış minimumu biz bərabərləşdirə bilmişik. Bu da mən hesab edirəm ki, hökumətin əldə etdiyi ən ciddi nəticələr kimi deməli qiymətləndirilə bilər. Ötən dövr ərzində əmək müqavillərinin və əmək haqqı sahəsində də xeyli islahatlar deməli həyata keçirilmişdir. Burada hörmətli deputatlarımız tərəfindən qaldırılan məsələlərdən biri də qeyri-formal məşğulluğa qarşı mübarizə ilə bağlı tədbirlərdir. Bilirsiniz ki, qeyri-formal məşğulluğa qarşı mübarizə hökumət tərəfindən və ölkə başçısı tərəfindən prioritet bir istiqamət kimi müəyyən edilib. 2017-ci ildən başlayaraq bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu məqsədlə xüsusi dövlət proqramı qəbul olunmuşdur. Bu məqsədlə hökumətdə xüsusi komissiya fəaliyyət göstərmişdir və mən hesab edirəm ki, Azərbaycanın qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar olduqca əlamətdardır. Ona görə əlamətdardır ki, bu tədbirlər yalnız cəza tədbirlərindən deyil, burada xeyli institusional və stimulaşdırıcı tədbirləri özündə ehtiva edən məsələlər var və Beynəlxalq Əmək Təşkilatı tərəfindən də Azərbaycanın qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində gördüyü tədbirlər nümunə kimi beynəlxalq aləmdə təqdim olunur və Beynəlxalq Əmək Təşkilatının saytında da bununla bağlı bir müddət əvvəl məlumatlar da öz əksini tapmışdır. Bu müddət ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 44% artmışdır. Bu gün artıq biz 1.9 milyon əmək müqaviləsindən olduğunu müşahidə edirik. Amma bu islahatlara başlayanda bu müqavilə sayımız cəmi 1.3 milyon idi. Eyni zamanda bu artım hardasa 574 minə yaxın biz artım müşahidə edirik. Və burada xüsusi qeyd olunmalı məsələ ondan ibarətdir ki, bizim özəl sektorda artımımız 2.1 dəfədir. Yəni 536 min əmək müqaviləsi özəl sektorda artıb. Bu həm özəl sektora göstərilən dövlət dəstəyinin müsbət nəticələrini göstərir. Eyni zamanda bizim iqtisadi sahədə, vergi, gömrük və digər sahələrdə ağarma ilə bağlı həyata keçirdiyimiz tədbirlərin nəticəsini özündə göstərir. Əlbəttə ki, bizim üçün ən əhəmiyyətli və önəmli olan sosial göstəricilərdən biri ölkədə əmək haqqı fondudur və burada hörmətli deputatlarımızın da qaldırdığı məsələlərdən biri ölkədə əmək haqqı fondu ilə bağlı məsələ idi, yəni onun azlığı ilə bağlı sual idi. Amma burada da bizim xeyli müsbət nəticələrimiz var. Yəni bu illər ərzində ölkədə əmək haqqı fondu 3.2 dəfə artmışdır. Təxminən aylıq 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər bu artımları biz müşahidə edirik. Yəni bu o deməkdir ki, bizim çalışan əhalimizin gəlirlərində 3.2 dəfə artım olmuşdur və burada yenə də sevindirici məsələ ondan ibarətdir ki, bu artımların böyük əhəmiyyətli bir hissəsi, yəni özəl sektorla bağlıdır. Özəl sektorda da əmək haqqı fondu 3.6 dəfə artmışdır. Əlbəttə ki, bizim əmək münasibətləri sahəsində, əhalinin gəlirlərinin təmin edilməsi sahəsində bir sıra mexanizmlərimiz var və biz bu mexanizmlərdən olduqca məharətlə istifadə edirik. Bu minimum normalarla bağlı olan məsələlərdir. Yəni biz minimum əmək haqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunu 3.1 dəfə artırılmasına nail olmuşuq. Biz 400 manata artıq bu minimum əmək haqqını çatdıra bilmişik. Biz bu islahata başlayanda ölkədə minimum əmək haqqının məbləği 130 manat idi. Digər tərəfdən əmək bazarı üçün və əmək haqqı fonduna müsbət təsir edən bir məsələlərdən biri dövlət sektorunda əmək haqqlarının artırılmasıdır. Biz bu artımları hökumət olaraq tətbiq etdikdə, əlbəttə ki, bu bir özəl sektorla da bir rəqabət yaradır və bu əmək haqqlarının özəl sektorda da artmasına təsir göstərir və çox sevindirici haldır ki, minimum əmək haqqının artırılması aşağı əmək haqqılı vətəndaşlarımızın əmək haqqısının artmasına
müsbət təsir eləyir. Biz 400 manat minimum əmək haqqını çatdıranda biz müşahidə elədik ki, median əmək haqqı da bir 50 manata yaxın, yəni 10%-ə yaxın bir artımı biz gördük. Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığı, büdcəsi, transferindən bağlı burada müxtəlif suallar var idi. Biz bununla bağlı nəyə deyə bilərik? Dövlət Sosial Müdafiə Fondunun biz bugün tam şəkildə maliyyə dayanıqlığını biz təmin edə bilmişik. Ötən müddət ərzində bu istiqamətdə xeyli islahatlar həyata keçirilib. Bizim artıq Dövlət Sosial Müdafiə Fondunun bugünə ehtiyatlarının həcmi 2 milyard manatı artıq ötür. Yəni bunun hardasa 1,7 milyard manatını biz investisiya eləyirik. İnvestisiya siyasətimiz olduqca təhlükəsiz və konservativdir və biz burada əsas hədəf kimi çalışırıq ki, investisiya gəlirlərindən əldə edilən vəsaiti yenə də sosial sahədə islahatlara yönəldək, xüsusən şəhid ailələrinin, müharibə əhlilərinin mənzil, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərə, protez ortopedik vasitələrin təminatı ilə bağlı tədbirlərə, dost infrastrukturunun inkişafı ilə bağlı tədbirlərə, uşaq evləri, sosial xidmət evləri, reabilitasiya müəssisələrinin deməli təmiri, yeni müəssisələrin açılması ilə bağlı tədbirlərə yönəldək. Qeyd etmək lazımdır ki, 2018-2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 dəfə artmışdır. Yəni 2025-ci ilin göstəricilərinə biz baxdıqda, biz müqayisə etdikdə biz görürük ki, biz islahata başlayanda 3 milyard 752 milyon manat Dövlət Sosial Müdafiə Fondunun gəlirləri idi. 2025-ci ilin göstəriciləri isə bu 7 milyard 617 milyon manatdır. 2026-cı ildə isə bizim proqnoz elədiyimiz deməli gəlirlər 8 milyard 323 milyon manat təşkil eləyir. Bir ildə fondun gəlirləri 9% artır, 706 milyon manat təşkil eləyir. Xərclərdə də əhəmiyyətli bizim nailiyyətlərimiz var. Fondun xərcləri 2 dəfəyə yaxın artmışdır. Burada da biz islahata başlayanda 18-ci ildə 3 milyard 758 milyon manatdan başlamışdıq. 2025-ci ildə bu xərclər 7 milyard 676 milyon manat təşkil eləyir. 2026-cı il üçün isə artıq bizim xərclərimiz 810,7 milyon manat və yaxud 11% artır və 8 milyard 483 milyon manat təşkil edir. Əlbəttə ki, hamımız üçün qürur nöqtəsi olan bizim zəfərimizdir. Ötən müddət ərzində hökumət tərəfindən post-müharibə deməli dövründə sosial dəstək tədbirləri bilirsiniz ki, olduqca geniş şəkildə həyata keçirilmişdir. 132 min unikal şəxsə 403 min xidmət göstərilmişdir. Ötən müddət ərzində 106 min şəxsə 120 min sosial ödənişlərlə bağlı xidmətlər göstərilmişdir və bu kateqoriyada olan şəxslər üçün müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfədən çox artırılmışdır. Mənzil və avtomobil təminatı ilə bağlı məsələni mən qeyd eləmək istəyirəm. Burada da səhv etmirəmsə, birinci plenar iclasda bu sual qalxmışdı ki, Mənzil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əhliləri üçün mənzil və yaxud fərdi evlərin inşasında maraqlı deyil. Bu belə deyil. Hazırda ölkə başçısının 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamı və 25 yanvar 2021-ci il 2449 nömrəli sərəncamı əsasında şəhid ailələrinin və müharibə əhlilərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün 2 proqram icra edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu proqramları icra etmək üçün kifayət qədər vəsaitə malikdir. Proqramlar dayandırılmamışdır, davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir və bu məqsədlə müvafiq tenderləri biz elan edirik. Ümumilikdə isə bu proqram çərçivəsində bilirsiniz ki, 15,7 min mənzil və fərdi evin verilməsi təmin olunmuşdur. 2018-25-ci illərdən bu kateqoriyadan olan şəxslərə 10 min biz mənzil və fərdi evin verilməsini təmin etmişik. Post-müharibə dövründə isə 6,9 min mənzilin verilməsini təmin etmişik. Cari ildə bu məqsədlər üçün 400-ə yaxın mənzilin alınmasını biz
təmin edəcəyik və onu da qeyd edeyim ki, dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaqdır. Onu da bildirim ki, mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan və mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əhliləri mənzillə deməli təmin ediləcəkdirlər. Şəhid ailələrinin və müharibə əhlilərinin məşğulluğu ilə bağlı tədbirlər davamlı olaraq həyata keçirilir. Biz 53 minə yaxın şəxslə müvafiq qaydada deməli iş aparmışıq. Özdə məşğulluq proqramı burada bizim üçün ciddi bir alətdir. Bu proqram çərçivəsində 13.4 min şəxsin özdə məşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik. Ümumilikdə isə 28.1 min şəxsin, bu kateqoriyadan olan şəxsin aktiv məşğulluq tədbirlərinə biz cəlb edə bilmişik. Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri də bu sahədə təqdim olunur. Eyni zamanda biz sosial məsələlərdən danışdıqda çox qısa olaraq mən dost konsepsiyası haqqında məlumat vermək istəyərdim. Məlumdur ki, biz həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsində, həm də İşsizdən Sığorta Fondunun büdcəsində dost şəbəkəsinin də göstərilən xidmətlərlə bağlı həmin deməli dost agentliyinə müvafiq ödənişləri nəzərdə tutmuşuq. Bilirsiniz ki, dost agentliyi 13 istiqamət üzrə əhaliyə 161 xidmət təqdim eləyir. Hazırda 7 dost mərkəzi, 1 filial və 2 məntəqə fəaliyyət göstərir. Bir sıra ölkələr dost konsepsiyasına olduqca böyük maraq göstərir. 2030-cu ilə qədər biz planlaşdırırıq ki, ölkəni bütövlükdə dost şəbəkəsi ilə əhatə eləyək. Bu da hesab edirəm ki, kifayət qədər iddialı bir deməli bizim üçün çağırışdır. Lakin biz inanırıq ki, dost konsepsiyasına verilən çox böyük diqqət, xüsusən hörmətli birinci vitse-prezidentimiz Mehriban xanımın bu bilirsiniz ki, təklifidir. Sosial sahədə ən böyük innovasiyalarımızdan biridir. Biz bu nəticələri əldə edə biləcəyik. Konkret hörmətli deputatlarımızın sualları ilə bağlı bir neçə məsələlərin üzərindən keçmək istəyirdim. Mən şəhid ailələri və müharibə əhlilərinin mənzil təminatı ilə bağlı artıq fikirlərimi bildirdim. Burada səslənən növbəti məsələlərdən biri deməli vəkillərin pensiya təminatının, yəni pensiya məbləğinin artırılması ilə bağlıdır. Burada məsələ ondan ibarətdir ki, hamınız bilirsiniz ki, hazırda ölkəmizdə mövcud olan pensiya təminatı sistemi sosial sığorta prinsipinə əsaslanır. Belə ki, hazırda daha çox məcburi dövlət sosial sığorta haqqı ödəyənlər yüksək pensiya kapitalı formalaşdırmaqla daha yüksək pensiya məbləği əldə edir. Bu baxımdan vəkillərin pensiya təminatının yaxşılaşdırılması üçün daha yüksək gəlirlərin formalaşması və ya ödənilən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır. Hörmətli deputatlar, burada məsələnin mahiyyəti ondan ibarətdir ki, bugün burada qeyd etdiyim kimi biz yalnız 20-ci maddədə, yəni əmək pensiyaları haqqında qanunun 20-ci maddəsində nəzərdə tutulan dövlət qulluqçularına, hərbi və xüsusi rütbəli şəxslərə pensiyasına əlavələr veririk. Digər şəxslərin pensiyası isə onların işlədikləri dövr ərzində formalaşan kapital hesabına formalaşır. Yəni bu çərçivə həm də bizim vəkillərə şamil olunur. Dövlət Sosial Müdafiə Fondunun transfertdən asılılığı ilə bağlı bir sual olmuşdu. Bunu mən qismən də olsa, az da olsa cavablandırdım. Amma mən bunu daha ətraflı burada istəyərdim izah edeyim. Məlum olduğu kimi hazırda mövcud qanunvericilikdə Dövlət Sosial Müdafiə Fonduna transfert anlayışı yoxdur. Əksinə pensiya sistemində sosial sığorta prinsiplərindən kənar yanaşmaların maliyyələşməsi üçün dövlət büdcəsinin öhdəlikləri anlayışı var. Bu öhdəliklər 1990-cı ilə 92-ci ilə kimi stajların, ha belə qeyd etdiyim kimi, əmək pensiyaları haqqında qanunun 20-ci maddəsində təsbit olunmuş dövlət qulluqçuların, hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarına tətbiq olunan əlavələrin maliyyələşməsi ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin hesablamalarına əsasən bu gün dövlət öhdəliklərinin məbləği 3.6 milyard manat təşkil edir. Bunun əvəzinə isə dövlət büdcəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilən məbləğ 1.7 milyard
manatdır. Yəni bu bir daha onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondu bugün həm öz öhdəliklərini yerinə yetirməklə yanaşı, dövlət büdcəsində öhdəliklərinin deməli maliyyələşməsinə dəstək verir. Bununla yanaşı ötən müddət ərzində biz burada da rəqəmlərdə müsbət irəliləyişlər əldə eləmişik. 2017-ci ildə fondun gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin nisbi payı 38,1% təşkil edirdisə, 2025-ci ilin təsdiqlənmiş büdcə göstəricilərinə əsasən fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə bu ayrılan vəsaitin məbləği 17,1% bəndi azalaraq 21% təşkil edir. 2026-cı ildə isə bu 20,4%-ə düşəcəkdir. Növbəti suallardan biri 50 sistemi ilə bağlı olmuşdur. Burada da hökumət tərəfindən, nazirlik tərəfindən xeyli işlər görülmüşdür. Çox qısa mən istəyərdim burada bununla bağlı sualı cavablandırım. Sualın hörmətli deputatımızın sualının ikinci yarısı fərdi xarakter daşdığından biz həmin o fərdi xarakterli müraciəti araşdırıb özünə bu barədə əlavə məlumat verəcəyik. Ötən müddət ərzində 50 sahəsində, yəni əlilliyin müəyyən edilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində 100-dən çox qanunvericilik aktına dəyişiklik edilmişdir. 50-yə əsas verən meyarların sayı 128-dən 617-yə çatdırılmışdı. Yəni 5 dəfə biz 50 meyarlarının sayını artırmışıq. Müddətsiz 50-yə əsas verən meyar sayı 51-dən 286-ya çatdırılmışdır. Uşaqlara da böyüklər kimi faizlə 50 təyinatına keçmişdi. Yəni biz artıq bu günləri uşaqlara da böyüklər kimi faiz təyinatı ilə 50 təyinat. Bu nə deməkdir? O deməkdir ki, biz bu islahatı tətbiq etdikdə 9000-ə yaxın ailəyə 50-yə görə sosial ödənişin məbləği 2 dəfə artmışdı. Yəni 300 manatdan biz bu artımları 670 manata çatdırmışıq. 2 meyarla 50 qiymətləndirilməsi zamanı ən yüksək imtiyaz verən səbəb faiz və müddət seçilir və yekun faiz 10% artırılır. 50 olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılmışdır. 50 üçün ilkin müraciət zamanı minimal müalicə müddəti tələb olunan xəstəliklərin sayı 5-dən 73-ə qaldırılmışdır. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən 50 müddəti bitdikdən sonra 6 ay ərzində əlillik yenidən müəyyən edildikdə ötürülmüş müddət üzrə sosial ödənişlər deməli ödənilir. Beləliklə biz bu qeyd olunanlardan göründüyü kimi biz 50 sahəsində, 50 müəyyən edilməsi sahəsində də xeyli irəliləmişik və qeyd edildiyi kimi burada hər hansı bir pərakəndəlik və ciddi, belə deyək də, islahatlara ehtiyac olan bir hissələr yoxdur. Bəli, biz müəyyən məsələlərimiz var, biz bu məsələləri bilirik və bunun üzərində davamlı olaraq iş aparırıq. 50-nin qiymətləndirilməsində elektronlaşma məsələlərində biz çox ciddi nəticələr əldə eləmişik. 50-nin qiymətləndirilməsi zamanı şəffaflığın, məlumatların etibarlılığın və vahid yanaşmanın təmin edilməsi məqsədi ilə Proses Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı əsasında mərkəzləşmiş elektron informasiya sistemi üzərindən tam elektron qaydada hazırda həyata keçirilir. Azərbaycanın 50 alt sistemi, qabaqcıl təcrübələr kimi BMT-nin müvafiq qurumları tərəfindən Avropa, MDB və Ərəb körfəzi ölkələri üçün yaxşı təcrübə kimi bu gün deməli tövsiyə olunur. Onu da qeyd etmək lazımdır ki, cari ilin 11 ayı ərzində ölkə üzrə 50 təyinat həyata keçirilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Ümumi daxili məhsulda əməyin ödənişi xərclərinin MDB üzrə müqayisədə az olması ilə bağlı hörmətli deputatlarımızdan birinin sualı var idi. Mən bu sualı bir qədər əvvəl məncə deməli cavablandıra bildim. Yəni ötən müddət ərzində bizdə əmək müqavilələrinin sayında 44% biz artım müşahidə edirik. Eyni zamanda əmək haqqı fondunda da 3,2 dəfə artım müşahidə edirik. Biz bu artımlar üzərində bundan sonra da çalışırıq. Bu tempi saxlamaq istəyirik. Yəni hökumətin bütün səyləri bu istiqamətə yönəlib və bundan sonra da bu sahədə islahatlarımız
davam edəcək. O cümlədən qeyri-formal məşğulluğa qarşı da ardıcıl deməli tədbirlər həyata keçiriləcək. Erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir, belə bir sual olmuşdur. Burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda güzəştli şərtlərlə erkən pensiya çıxma hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosial yönümlüdür. Belə ki, erkən pensiya çıxma hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir. Təkcə 200-dən çox sahə üzrə 4000-dən çox vəzifə və peşələr üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə 5 il erkən pensiya təyin olunur. Son dövrlər edilmiş dəyişikliklərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilmişdir. Erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsinə, bu da genişlənməsinə səbəb olmuşdur. Bu istiqamətdə də Nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatı olan, maliyyə təminatı real olan, məntiqli olan təkliflərə biz baxırıq və onları deməli qiymətləndiririk. Növbəti bir sual pensiya kapitalının vərəsələrə verilməsi ilə bağlıdır. Burada da biz nəyi qeyd etmək istərdik? Hörmətli deputatlar, bugün Azərbaycanda sığorta pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir. Yəni, bugün istənilən şəxsin ödədiyi sığorta haqqı 1,1 milyon əmək pensiyasının pensiyasının maliyyələşdirilməsinə yönəlir. Yəni, bugün Dövlət Sosial Müdafiə Fondunun pensiya xərclərinin məbləği artıq aylıq əsasda 600 milyon manata çatıb. Yəni, bizim ay ərzində topladığımız, yəni İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti ilə birlikdə topladığımız sosial sığorta haqları ilə həmin ayda pensiyaçıların pensiyasının deməli ödənilməsinə yönəlir. Digər tərəfdən qeyd eləməliyik ki, əmək pensiyaları haqqında qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş ailə başçısının ailə üzvlərinin ailə başçısı itirməyə görə əmək pensiyası hüququ vardır. Yəni, bu da qanunda təsbit olunmuş bir məsələdir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilmiş islahatlar çərçivəsində minimum pensiyaların məbləği 2,9 dəfə, orta pensiyanın məbləği 2,6 dəfə artmışdır. Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri isə 2018-ci illə müqayisədə 2,2 dəfə, 2026-cı ildə bu məbləğ artıq 8,2 milyard manat təşkil edəcəkdir. Mən burada artıq bir qədər təkrarlandım. Mən bu rəqəmləri əvvəl də demişdim. Yəni, biz bunu nəyə görə deyirik? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq hesab edirik ki, əmək pensiyaları sahəsində bizim islahatlarımız pensiyaçıların bundan sonra da pensiyalarının məbləğinin yönəldilməsinə deməli istiqamətlənməlidir. Qeyri-formal məşğulluqla bağlı mən fikirlərimi deməli söylədim. Özəl pensiya fondları ilə bağlı sual olmuşdur. Onunla bağlı da qeyd edeyim ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında özəl pensiya üstünün fəaliyyəti üçün hüquqi mühitin yaradılması tapşırılmışdır. Bu məqsədlə Nazirlik tərəfindən digər aidiyyəti qurumlar və beynəlxalq təşkilatlarla birgə qeyri-dövlət pensiya fondları haqqında Azərbaycan Respublikasının qanunu və digər əlaqəli sənədlərin layihələri hazırlanmışdır. Bunlarla bağlı qurumlar və özəl sektorla müzakirələr davam etdirilir. Amma hörmətli deputatlar, burada bizim üçün ən vacib olan sual özəl pensiya fondunun sosial sığorta haqqı hansı mənbədən, yəni işçi yoxsa işə götürən mənbəsindən formalaşacağı böyük bizim üçün sualdır. Bunun mənbəni biz müəyyən eləməliyik. Bu baxımdan bu istiqamətdə bizim işlərimiz hələ də deməli davam edir. Bundan başqa və sonda mən məşğulluq məsələləri ilə bağlı çox kiçik bir məsələni qeyd eləmək istəyərdim. Əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirlər daim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin
diqqət mərkəzindədir. Biz aylıq əsasda bu göstəriciləri monitorinqini həyata keçiririk. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin yanvar-sentyabr aylarında 77,7 min yeni iş yerləri açılmışdır. Bu da keçən ilki dövrlə müqayisədə 11,6% olmaqla çoxdur. Hazırda ölkədə işsizlik səviyyəsi 5,2% təşkil edir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin məşğul təmin edilməsinə dəstək görülməsi məqsədi ilə geniş aktiv məşğulluq tədbirləri həyata keçirilir və cari ilin 11 ayında biz 160 minə yaxın şəxsin işə düzəlməsinə dəstək verə bilmişik. Hazırda DOST iş proqramı çərçivəsində 24 min şəxsin ictimai işlər proqramında məşğulluğu təmin olunur. Özünə məşğulluq proqramı çərçivəsində 16,3 min şəxsin aktiv məşğulluğu təmin olunmuşdur. Kiçik ailə təsərrüfatlarının və mikrobizneslərin yaradılmasına dəstək verilmişdir. Peşə hazırlığı tədbirləri bizim üçün aktual və prioritet olan istiqamətlərdən biridir və bu məqsədlə də cari ildə biz 15,5 min şəxsin peşə hazırlığına cəlb olunmasına nail ola bilmişik. Ümumilikdə isə əmək bazarına bizim uşaqların, gənclərin, işsiz və iş axtaran şəxslərin hazırlanması baxımından Nazirlik tərəfindən cari il ərzində 300 minə yaxın şəxsə peşə yönümlü məsləhəti xidməti təqdim edilmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bərabər iqtisadi sahədə də geniş proqramlar icra olunur. Sənaye parkları, sənaye məhəllələri, aqroparkların yaradılması və inkişafı, investisiya təşviq mexanizmi, kənd təsərrüfatı subyektlərinə dövlət dəstəyi və subsidiyaların verilməsi proqramları da özlüyündə ölkədə əhalinin məşğulluğunun təmin olunmasına ciddi şəkildə dövlət dəstəyi verilməsinin bariz nümunəsidir. Hörmətli xanım sədr, hörmətli deputatlar, ümid edirəm ki, mən mövzu ilə bağlı fikirlərimi və qaldırılan sualları cavablandıra bildim. Eyni zamanda bir daha onu qeyd eləmək istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün fəaliyyətinin spesifikliyini baxımından, yəni biz daha çox əhali ilə işləyirik. Nəzərə alsaq ki, bizim hörmətli deputatlar da əhalinin müraciətləri ilə işləyir, birbaşa əhali ilə işləyir. Kifayət qədər biz bu sahədə sıx əməkdaşlıq eləyirik. Bundan sonra da biz bu əməkdaşlığa hazırıq və bu əməkdaşlığın daha da gücləndirilməsinə və inkişaf etdirilməsinə təmin etməyə hazırıq. Diqqətinizə görə təşəkkür edirəm.